Günahların əlamətlərindən digər biri də günahı işləyənin üzünə Allah Subhanahu taala'nın baxmayacağını ifadə edilməsidir. İbn Ömər, Allah ondan razı olsun, Peyğəmbər sallallahu əleyhi və səlləmin belə dediyini rivayet etmişdir. Özün böyük tutaraq paltarlarını yerdə sürüyən kimsənin üzünə Allah Taala qiyamət günündə baxmayacaq. Allah bizi qorusun. Allah bizi qorusun. Bu gün topuqdan və yaxud topuqdan yuxarı geyinən müsəlmanlara müxtəlif adlar qoyulur. Müxtəlif böhtanlar atılır. Ancaq bu müsəlmanlar Allahın və Rəsulunun razılığını qazanmaq üçün bu əməli edirlər. Və buna görə də Allah Subhanahu taala onların bu əməllərindən razıdır. Və əgər onlar bunu tərk etsələr, onda Allah qorusun. Böyük günaha düşmüş olarlar. Allah Subhanahu taala bizdə olan bu nöqsanlığı düzəltsin və biz də Allah və Rəsuluna tam təslim olmağa yönələk. Çünki xoşbəxtçilik ancaq Allaha bağlanmaqdadır və onun Rəsuluna, Peyğəmbərin yoluna tabi olmaqdadır. Böyük günahların əlamətlərindən biri də günah işləyənin cənnətə girməyəcəyinin xəbər verilməsidir. İbn Məsud Peyğəmbər sallallahu əleyhi və səlləmin belə dediyini rivayet etmişdir. Qəlbində zərrə qədər kibir, təkəbbürlük olan bir insan cənnətə girməyəcək, girə bilməyəcək. Bu hədisi Müslim İman kitabında, Əbu Davud, Libasda, Tirmizi, Əl-Bur və Silah kitablarında bölmələrində rivayet etmişlər. Günah işləyənin mömin olmayacağını ifadə edilməsi. Daha doğrusu, yəni böyük günahların əlamətlərindən biri də həmin günahı işlədənin mömin olmadığını xəbər verilməsidir. Allah və Rəsul tərəfindən. Yəni işlənən bir günahı işləyənin mömin olmaması haqqında xəbər verilibsə, o günah böyük günahlardandır. Allah bizə bütün günah qapılarını bağlasın. Əbu Hüreyrədən rivayet olunur ki, Peyğəmbər sallallahu əleyhi belə buyurdu. Allaha and olsun ki, Allaha and içir, vallahi iman etmiş olmaz. Vallahi iman etmiş olmaz. Vallahi iman etmiş olmaz. Kim iman etmiş olmaz ya Resulallah deyildikdə cavabı belə olur. Edəcəyi pisliklərdən qonşusu güvənc içində olmayan adam. Yəni edəcəyi pisliklərdən qonşusu rahat olmayan adam nədir? İman etmiş olmaz, mömin olmaz. Bu da böyük günahlardandır. Yəni hər bir insan elə etməlidir ki, onun müsəlman qardaşı, onun yaxın qohumu, onun qonşusu ondan güvəncdə olsunlar, arxayın, rahat olsunlar. Günahın əlamətlərindən və böyük günahın əlamətlərindən biri də Allah Subhanahu taala'nın həmin günahı işləyənə qəzəb etməsinin ifadə edilməsidir. İbn Məsuddan rivayet olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu: Müsəlman bir kimsənin malını əlindən almaq üçün yalan yerə and içən adam Allah Subhanahu taala'nın qəzəbinə uğramış olaraq onun qarşısına çıxacaqdır. Demək, müsəlman bir kimsənin malını əlindən almaq üçün yalan yerə and içən kimsə Allah Subhanahu wa Taala'nın qəzəbinə uğramış olaraq onun qarşısına çıxacaqdır. Bu hədisi Buxari İman kitabında, Müslim İman kitabında rivayet etmişlər. Böyük günahların əlamətlərindən biri də günahı işləyənə cəhənnəm odundan bir bağlama vurulacağının xəbər verilməsidir.
Bu barədə Əbu Hüreyrə rivayət edir ki, Peyğəmbər səlləm belə buyurdu: bir kimsəyə elmdən bildiyi bir mövzu soruşulduqda cavab verməyib gizlədərsə, qiyamət günündə onun ağzına atəşdən, oddan bir bağlama vurular. Allah qorusun. Tirmizi rivayət edib, Əbu Davud rivayət edib, Əlbani səhih demişdir bu hadisə. Böyük günahın əlamətlərindən günahı işləyənin küfür ya da şirk ilə adlandırılmasıdır. Büreydədən Peyğəmbər s.ə.v-in belə dediyi rivayət olunur. Bizimlə onlar arasında, yəni bizimlə kafir və münafiqlər arasındakı fərqi ortaya qoyan əlamət namazdır. Namazdır. Hər kim namazı tərk edərsə, o kafir olar. Demək, Tirmizi, Əhməd, Hakim və başqa bir çoxlar rivayət etmişlər. Demək, günahın böyük olmasının əlamətlərindən biri də həmin günahın küfür və şirk ilə adlandırılmasıdır. İnşallah yorğunluq olmaması üçün, həm də sizi bezdirməmək üçün böyük günahların əlamətlərini, bir hissəsini sizə qeyd etdim. Allahın izni ilə digər hissələrini də sizə qeyd edərəm. Allah subhanahu ta'ala bütün günah qapılarını, bütün şər qapılarını, fitnə qapılarını bizə bağlasın. Allah subhanahu ta'ala xeyir, bərəkət qapılarını, bol nemət qapılarını, ruzi qapılarını bizə açsın. Allah subhanahu ta'ala cənnət qapılarını bizə açsın. Allah subhanahu ta'ala bizə bilmədiklərimizi öyrətsin. Biz insanlar yaradılış etibarilə günaha meyilli insanlarıq. Ancaq bacardığımız qədər, gücümüz çatan qədər Rəbbimizdən qorxub etdiyimiz günahları dayandırmalı və Rəbbimizə tövbə etməliyik və bir daha həmin günahlara dönməməliyik. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.